Router, destination şəbəkə üçün eyni routing protokolu vasitəsilə bir neçə yol öyrəndikdə, paketləri yönləndirmək üçün ən yaxşı yol nəyə əsasən seçir? A variantı qonşu routerların etibarlıq dəyərinə əsasən, B variantı çıxış interfeyslərin ən yüksək bəndvizinə əsasən, C variantı ən yaxşı metrikə əsasən, D variantı routing table'da yolların sırasına əsasən. Doğru cavab C variantı ən aşağı metrikə əsasən. Router, eyni routing protokolu vasitəsilə destination şəbəkə üçün bir neçə yol öyrəndikdə, paketlərin həmin destination şəbəkəyə ötürülməsi üçün routing table-a ən aşağı metrik olan routu əlavə edir.